Salam uşaqlar, bugünkü dərsimiz çoxalma və fərdi inkişafdır. Çoxalmanın riyazi mənası sayın artması deməkdir. Amma bunun bioloji mənası ondan ibarətdir ki, əgər canlılar sayları çoxalmasa, onların nəsli tükənə bilər və bir müddətdən sonra canlılar yer kürəsindən ümumiyyətlə silinə bilərlər. Ona görə də bütün canlılarda canlılıq xüsusiyyəti, əsas canlılıq xüsusiyyətlərindən biri də nədir? Çoxalmanın olmasıdır. Yəni, biz canlı orqanizmin xüsusiyyətlərindən danışanda deyirdik ki, canlının əsas xüsusiyyətləri qidalanma, tənəffüs, hərəkət, eyni zamanda çoxalmadır və biz bu günləri canlıların əsas xüsusiyyətlərindən biri olan çoxalmadan danışacağıq. Biz indiyənə qədər keçdiyimiz dərslərdə çoxalmanın müxtəlif səviyyələrini öyrənmişdik. Əsasən hüceyrə səviyyəsində öyrənmişdik. Lakin biz bugün çoxalmanın bir neçə səviyyəsindən danışacağıq. Birinci bilmək lazımdır ki, çoxalma ən birinci hansı səviyyədən başlayır. Ona görə də biz çoxalmanın birinci molekulyar formasından danışacağıq. Yəni, molekulyar çoxalma formasından danışacağıq. Deməli, canlılarda birinci səviyyədə çoxalma molekulyar səviyyədə çoxalmadır. Yəni, molekulyar səviyyədə çoxalma baş verməlidir ki, hüceyrəyə qədərki səviyyədə çoxalma baş versin. Əgər hüceyrəyə qədərki səviyyədə çoxalma baş verməsə, o zaman hüceyrə səviyyəsində çoxalma baş verməz. Misal üçün biz deyə bilərik ki, molekulyar səviyyədə DNT ikiləşməlidir ki, sonradan DNT-si olan orqanoidlər, yəni mitoxondri, xloroplast kimi orqanoidlər də çoxala bilsin. Və ya biz deyə bilmərik ki, əgər mitoxondri bölünüb çoxalmasa, onda hüceyrə tam olaraq bölünüb çoxala bilər. Yəni, bunlar bir-birindən səviyyəcə asılıdır. Yəni, bunların başında durur molekulyar səviyyədə çoxalma ən birinci. Sonra hüceyrəyə qədərki səviyyədə çoxalma və sonda hüceyrə səviyyəsində çoxalma. Əlbəttə ki, biz bu səviyyələri artıra bilərik. Hüceyrə səviyyəsindən toxuma səviyyəsinə, toxuma səviyyəsindən orqan, sonda isə orqanizm səviyyəsində çoxalmaya gələ bilərik ki, bu da çoxalmaların hansı səviyyədə olduğunun əyani sübutudur. İndi biz sizinlə danışacağıq molekulyar səviyyədə çoxalmadan. Molekulyar səviyyədə çoxalma haqqında danışanda biz dedik ki, bura DNT-nin çoxalmasının, sayının və yaxud da ki, miqdarının artmasını göstərə bilərik. DNT yadınızdadırsa, iki deməli, zəncirdən ibarət olan polinukleotid idi, yəni nuklein turşularına aid idi və DNT-də orqanizmin irsiyyat materialları daşınırdı. Və çoxalma zamanı da birinci irsi məlumatlar sayı artmalıdır və yaxud da ki, növbəti nəslə ötürülməlidir ki, sonradan yeni yaranmış orqanizmlərdə də irsi məlumatlar başlanğıc orqanizmdə olduğu kimi olsun və ya başlanğıc hüceyrədə olduğu kimi olsun. Biz DNT-nin ikiləşməsinə reduplikasiya deyirik, yəni onun sayının artmasına biz reduplikasiya deyirik. Bu çox mürəkkəb bir prosesdir, fermentlərin iştirakı ilə gedən bir prosesdir və bu prosesdə birinci DNT-nin iki zəncirini bir-birinə bağlayan hidrogen rabitələri qırılır və halqalar bir-birindən ayrılır, xüsusi fermentin təsiri ilə. Sonra hər bir köhnə zəncirin qarşısında yeni zəncir yığılmağa başlayır. Yəni, bir DNT molekulu hidrogen rabitələri hissəsindən bir-birindən ayrılır. Əmələ gəlir iki ayrılıqda sərbəst zəncir və sonradan fermentlərin təsiri ilə hər bir nukleotidin qarşısına ona uyğun, ona komplementar olan nukleotid yığılaraq hər bir zəncirin qarşısında yeni zəncir yığılır və beləliklə bir müddətdən sonra DNT-nin iki zənciri yəni formalaşır ki, bu zamanda ümumilikdə DNT-nin sayı artmış olur. Bura nəzər yetirsəz, görərsiniz ki, burada əgər bir DNT molekulu var idisə, sonradan onların sayı nə oldu? 2 dəfə artmış oldu. Və biz buna molekulyar səviyyədə çoxalma deyəcəyik. Hüceyrənin həyat dövriyyəsi iki hissədən ibarətdir. Bölünmə və interfaza. Bölünmə mərhələsi haqqında biz danışacağıq. Hal-hazırda interfaza mərhələsi haqqında danışırıq ki, bu da bölünməyə qədərki olan hüceyrənin həyat dövriyyəsidir. Yəni, bölünməyə qədərki hüceyrədə hansı proseslər baş verir, onu öyrənəcəyik. Biz interfazanı müxtəlif hissələrə ayıra bilərik. Konkret olaraq biz interfazanı 3 yerə ayırırıq. Presintetik mərhələ,
Yəni bunlar mərhələlərdir. Sintetik mərhələ və postsintetik mərhələ. Və bu mərhələlərin hər birində müxtəlif həyati proseslər və bölünməyə hazırlıq prosesləri baş verir. Presintetik mərhələdə nələr baş verir? Presintetik mərhələdə artıq hüceyrədə zülalların, ATF-in, müxtəlif fermentlərin miqdarı artmağa başlayır ki, həmən sintez olunan maddələr də gələcəkdə hüceyrənin bölünməsində istifadə olunacaq. Sintetik mərhələdə isə əsasən DNT-nin ikiləşməsi baş verir. Biz bayaqları DNT-nin ikiləşməsi haqqında sizlə danışdıq. Sintetik mərhələdə DNT ikiləşdiyinə görə xromosomlar bir xromatidlidən iki xromatidli formaya keçirlər və xromosom sayı öz yerində qalsa da xromatid və DNT sayı dəyişir. Yəni, biz dedik ki, sintetik mərhələdə DNT ikiləşir. Əgər yadımıza salsaq ki, xromosom DNT və zülaldan ibarət idi və bölünməyə qədər olan hissədə, yəni sintetik mərhələyə qədər olan hissədə xromosomun quruluşu bu formada idi. Yəni, bir DNT molekulu və üzərində zülal. Bundan ibarət idi. Lakin, sintetik mərhələdə DNT-nin ikiləşməsi hesabına xromosomların da xromatidlərin sayı artır. Yəni, bir xromosom artıq iki xromatiddən ibarət olur. Ona görə də xromosom sayı dəyişməsə belə, xromatid sayı 2 dəfə artır. 4C olur. 4C nə deməkdir? Biz demişdik ki, hər bir homoloji xromosomun özünə oxşarı var. Yəni, bu xromosomun tam özünə oxşarı var idi. Yəni, bölünməyə qədərki hissədə bir-birinin oxşarı olan, homologu olan xromosomlarda cəmi 2 molekul DNT var idi. Lakin, DNT-nin ikiləşməsi hesabına hər bir homoloji xromosomda DNT-nin miqdarı 2 dəfə artmış oldu. Ona görə də xromosom sayı dəyişməsə də xromatid sayı 2 dəfə artmış oldu. Postsintetik mərhələdə isə biz bayaq danışdığımız hüceyrəyə qədərki çoxalma forması baş verir. Yəni, tərkibində DNT olan orqanoidlər, əsasən plastidlər, mitoxondri və hüceyrə mərkəzi. Bunların sayı artır. Yəni, onların DNT-nin hesabına, onlarda DNT-nin ikiləşməsi baş verir və onların sayı müstəqil olaraq arta bilir. Bugünkü dərsimizdə biz hüceyrəyə qədərki çoxalma forması haqqında danışdıq. Biz burada interfaza mərhələsi haqqında sizə məlumat verdik. Dedik ki, interfaza bölünməyə qədərki olan hissədir. Burada hüceyrədə bölünməyə hazırlıq baş verir. Bölünmədə istifadə olunacaq maddələr sintez olunur və interfaza mərhələsinin sonunda hüceyrəyə qədərki bölünmə forması olan mitoxondri, plastidlər və hüceyrə mərkəzinin ikiləşməsi və ya sayların artması baş verdi. Bugünkü dərsimiz bu qədər. Gələn dərsdə görüşənədək.